A prezident, nə iş görürsən sən? Mənim Məhəmmədov Bəhruz. Əziyyətini çəkdiyim Məhəmmədov Bəhruzum mən. Sizin xüsusi şöbəniz Dövlət Təhlükəsizlik Xidmətinə hərbiyə baxan xüsusi şöbəsi. Xəyanət edib, mən eləməmişəm. And ol Allah eləməmişəm. Mən yenə də sizi sahib seçmişəm. Amma məni türməyə soxublar. Məni MTN-də əziyyət veriblər. Məni DTX-da əziyyət veriblər. Polis şöbələrində mənə əziyyət veriblər. Məşdağa da mənə əziyyət veriblər. Onunla bərabər, ay prezident, çağırışına getdim, döyüşə getdim. Mən az qalırdım ki, Vayankomun əlindən öpəm. Məni itələdi ki, nə varsa göndərirəm səni döyüşə. Bugün məni Vayankomla üz-üzə qoyublar. Vayankom 4 gün bundan öncə məni çağırıb ki, Bəhruz, nə ehtiyacını ödəyim, sənə görə məni sıxırlar. Mən səni göndərmişəm döyüşə. Dedim, mənə görə səni heç kim sıxa bilməz. Dedi, nətər yəni, səni mən göndərmişəm döyüşə. Dedim, pislik eləməm sana, nələrin qabağını almışam. Gərək bütün dedim, korpus qırılaydı. Yaxşı ki, məni göndərmişsən, qabağını almışam da, pis eləmişəm. Tək canıma qabağını almışam mən. Saydığımı 1%-ni məni saysan, mən belə dolanmarım. Mənim uşağım belə vəziyyətdə yaşamaz. Utanın, prezident olaraq utanın, vitse-prezident olaraq utanın, deputatım olaraq utanın, başçım olaraq utanın, reisim olaraq öl yerə gir. Mənim uşağımı sən təhdid edirsən ki, uşağım VSB sürdüyü yerdə gözün qabağında sırf bunu bölə bilər, maşından vurduraram onu, suikast elətdirərəm, uşağına ağırlı ol. İndi mən buradan sana deyirəm, ay Zarbədər ol, özün ağırlı ol, cəhənnəmə mənə nə olacaqdır. Sənin də oğlunun o sürdüyü beymədə partlayar güya qalxar. Ağırlı ol, dediyin sözə fikir ver, vətəndaşla danışdığına fikir ver. Sən vətəndaşı bir o qədər alçaq vəziyyətə salmışsan, özü də məni kimi vətəndaşı. Mən prezidentin arxasında durmuşam. İndi prezident səndən tələb edirəm ki, mənim arxamda dur. Səni kimi prezidentin arxasında durmuşam. Məni kimi vətəndaşın arxasında durmaq sənin borcundur. Nətər mən deyirəm, vətəni milləti qorumaq mənim boyun borcumdur. Bu gün də sizin borcunuzdur məni qorumaq. Bu gün də sizin borcunuzdur məni yaxşı şəraitdə yaşatmaq. Bəli, mən jacuzzidə çinməliyəm. Mən bu gün kruşka ilə çinməməliyəm. Mən bu gün çürümüş polla yaşamamalıyam. Mən bu gün sənə görə əziyyət çəkməməliyəm, ay prezident. Sənəm sən niyə sən deyirəm, dayanmadan cənablar demişəm, cənab Ali Baş Komandan demişəm. Müdafiə Nazirliyi məni sevmir. Niyə zirzibillərini açmışam? Niyə korpusu qoymamışam çox uşaq qırılar? Korpusun hamısını qırmaq istəyirdik. Hikmət Həsənov, Vüsal Ələsgərov, Məhərrəm Həsənov. Nə qədər zirzibillərini açmışam? Kərəm Vəliyev onların nətər əmrini verib gətirib vəzifəyə? Onların üstünü aşmışam. Məhərrəm Əliyev, buradan sözümü sağ deyirəm prezidentin hərbi məsələlər üzrə köməkçisi. Nədən arxamda durmursan, söz vermirsən? Hani mənim Qarabağ ordenim? Hani mənim Suqovuşanın azad olunan medalım? Hani mənim vətən müharibə iştirakçısı medalım? Hani heç birini verməyiblər. Heç birini mənə verməyiblər. Mən vətən xaini çıxartmaq istəyirsiniz. Niyə 274-ü qoyub mən vətən xaini çıxartmaq istəyirsiniz? Çünki vətən xainlərini ortaya çıxartmışam. Çünki sizin zirzibillərinizi ortaya çıxartmışam. Utanın öyle, bugün mənim uşağım məktəbə getmir. Boynunuzu yerə soxum, hakimiyyət olaraq, dövlət olaraq. Qurum olaraq, hamınızın boynunuzu yerə soxum. Lənətə gələsiz sizi. Allah sizə lənət eləsin. Çünki bugün mənim uşağım mənim üzümə qadirsə həyatda, mən niyə dərsə getməməliyəm? O söz mənə deyilirsə var, Allah sizə lənət eləsin. 8 il 3 ay əvvəlki başçı məni işlətmədi, Natiq Aslanov. Bir deputat Mahir Aslanova da dərdimi demişdim, kömək eləməmişdi. Bugün üçündə yenə mən əziyyət çəkirəm, yenə həmin şəraitdəyəm, yenə həmin vəziyyətdəyəm. Allah da sizi həmin vəziyyətə salsın. Allah da sizi lənətləsin. Məni ki lənətləyib bu vəziyyətdə saxlayırsınız. Amma mən nə cür işləyərəm indən sonra sənə, ay prezident? Amma mən nələri ortaya çıxartmışam? Mən nə zibillərini ortaya çıxartdım bu Müdafiə Nazirliyinin? Amma mən nə istəyirəm? Təmiz ordu istəyirəm də, Türkiyədə olan ordunu istəyirəm, Azərbaycanda olsun. Vallahi mən onu istəyirəm, başqa heç nə istəmirəm. Mən vətən xaini deyiləm. Bu koftanı mənə verən general bilir mən kiməm. Bunu mənə hədiyyə edən general bilir mən kiməm. Bunu daşımağa haqqım çatır. Mənə qayıt dedi ki, sənə 5 dəfə dedi burada püsküqul oldu ki, öldürərlər səni. Hikmət Həsənov elətdirdi, onu Vüsal Ələsgərov elətdirdi. 3 dəfə də suikast olundu, alınmadı. Mən orada yemək yemədim. 3 dəfə girib orada yemək yeməmişəm. Suikast eləmək istədiklərimlə. Bu qədər də olmaz. Yetər qudurğanlıqlar. Yetər. Ya şərait yaradım, mən kirədə normal dolanım, normal uşağımın qidası olsun. Ya da ki, şərait yaradım, gəlim özümü prezident imtirasının qabağında yandırıb. Məni ona məcbur eləmişsiniz. Mən neçə dəfə başçıma da dedim, deputatıma da dedim, Musa müəllimə də dedim İqtisadi İslahatlar şöbəsindən ki, özümü yandıracağım orada. Az qalıb. Cəmi 2-3 gün müddətində mənə köməklik olunmasa, mən həqiqətən gəlib özümü orada yandıracağım. Utanın yerə girin, 6600 manat sığorta pulumu ala bilmirəm. Ölün yerə girin. Mənə deyir get Putinə şikayət elə, mənə deyir get Trampa şikayət elə. Aras Hacıyev, oran müdir səsi.